Salam mənim əzizlərim. Planetlərin hərəkətinə, yəni tranzitlərə baxaraq bu ilin 2026-cı ilin ən pullu bürcləri haqqında məlumat verəcəyik. Ümumi olaraq bir məlumat sizə çatdırım ki, şəxsi doğum xəritənizdə əgər baxsanız, 2-ci ev şəxsi gəlir, maddi imkanlar, 8-ci ev başqalarından gələn pullar, bunlar miras da ola bilər. Bir də 11-ci evə baxırsınız, hansısa bir dostdan, layihədən gələn gəlir. Deməli, baxmalıyıq Veneramıza, planet olaraq Veneramıza, Yupiterimizə, bir də Saturn tranzitlərinə baxırıq. Bununla təyin edirik ki, ilin ən pullu bürcləri kimlər olacaq? Ona görə tranzitlərə baxsaq, görərik ki, ilin ən pullu bürcü Oğlaq bürcüdür. Biznesdə, karyerada uğur gətirəcək. İkinci ən şanslı bürcü Boğadır. Bunlarda investisiyalarda da çox gəlir əldə edəcəklər. Ev alqı satqımı deyim, əmlak, torpaq alacaqlar. Yəni belə stabil artan bir ildir. Sonra ən böyük pullar gələcək Əqrəbə. Yəni böyük risklər eləyəcək, böyük pullar qazanacaq. Qazanc göstərir dolçalar üçün. Sürpriz qazanclar ola bilər, onlayn biznes ola bilər. Bu tipli qazanclar əldə edə bilər. Şirlər də qazanc əldə edəcək, yəni göz önündədirlər. Bunlar da ən qazanclı bürclər arasındadır. Amma deyəcəksiniz ki, tutalım ki, hansısa bir mənbədə, hansısa bir xəritəyə görə qızlarda, oxatanlarda ən pullu bürclərdə görünür. Amma qızlarda necədir? Qızlarda xəritəyə baxanda görürük ki, çox böyük qazanclar əldə edib stabil saxlayan bürc olmayacaq. Ona görə onu bu siyahıya daxil etməmişəm. Sonra oxatanı da ona görə daxil etməmişəm. Oxatan üçün bu il çox uğurlu gəlir, fürsətləri ilidir. Amma onun da maddi qazanc dalğalanma şəklindədir. Ona görə onu ən pullu saymıram.